Herkese salam. Bugün sizinlə ilk dəfə make-up videosu çəkəcəm. Necə olacağını əsla bilmirəm. Vaxtım azdır və mən təcrübə make-up ilə birdən çıxmalıyam. Sizlə bu tonal krem bölüşmək istəyirəm. Çox qəşəngdir. İndi göstərim sizə, mənim üzüm səfkiridir, məsaməlidir, karma dəridir. Üzümü nəmləndirmişəm bu arada. Birinci tonal kremi əlimə vururam. Sonra sponjla bunu bu şəkildə. Yəni üzüdə oturuşu, qalıcılığı, rəngi biraz çox oldu deyəsən, amma çox möhtəşəmdir. Görürsünüz, o üzlə bu üz arasında nə qədər fərq var. İndi göz make-up edəcəm. Sadə bir şeylər edirəm, çünki gündəlik olmalıdır əslində. Düz tonal krem çox olmuşdu, amma onu yedizdirdim. Belə üzümə tam oturdu. Bu texnikin göstərim, ten paletidir. Görürsünüz ki, bitib artıq. Yəni bu qırılmışdı. Bunu çox istifadə etməmişik. Amma bitənlər var. Ən çox istifadə etdiyim rəngindən biri budur. Belə göstərim. Bunu onun gözünün üstünü sabitləyirəm. Biraz da bu rəngindən istifadə etmək istəyirəm bu dəfə. Çünki gözün üstünün rəngi nə qədər tünd olursa, daha qəşəng görünür makyaj. Sadə eləyəndə makyaj qəribə görünür, sanki nəsə çatmırmış kimi. Ümumiyyətlə, bu makyajı başladınsa da, məncə sadə anlayış olmur. Deyir ki, qadınlar çox qəribə varlıqlardır. Çünki üzündə olan rəng bərabərsizliyini aradan qaldırmaq üçün tonal kremdən istifadə edirlər. Daha sonra üzlərini rəngləndirmək üçün bronzerdan, ənlikdən istifadə edirlər. Qaşlarını darıyırlar, amma yerində şəkilləndirib o dağınıq halda saxlayırlar. Qəribə insanlarıq. Yəni, hərdən düşünürəm ki, həqiqətən qadın nə istədiyini görəsən bilirmi? Bilmirəm. Güzgüyə baxmadan eləyirəm. Challenge-dır, yəni mənim üçün bu. Gözümü normal vəziyyətə saldım. Qaşlarıma bu arada çox fikir verməyin, çünki mənim qaşım qıvırcıqdır. Yəni, bu qaşlar stabil bir şəkildə orada qalmır. Laminasiya yoxlamaq istəyirəm bu yaxınlarda, görüm effekti necə olacaq. Çünki qıvırcıqlar mənim yəqin ki, başa düşərlər. Mənim saçım material kimi qaşım var və qaşım uzananda belə qıvırcıq bir saç kimi uzanır. Belə bir şey yoxdur da. Neysə, burada da esklamdan istifadə edəcəm. Görürsünüz. Bunu da bitirmişəm. Bu şəkildədir. Biraz konturu düzəldim. Bunu da yuxarıya doğru enirəm ki, üzüm biraz arıq görünsün, kökəlmişəm bu aralar. Mən dəyişiklik sevirəm, mən inkişaf sevirəm, mən yeni insanlar, fərqli həyatlar, maraqlı təcrübələr sevirəm də. Yəni, eynilikdən bilirəm axı, mən necə olar bu? Mən anlamıram, yəni. Məsəl üçün bir şey deyəcəm indi sizə, acı bir gerçək deyəcəm maddi baxımdan. Bayaq bir tanış haqqında dedilər ki, bir şeyi belə eləyibdir və onun normalda bəyənmir insanlar və artıq necəsə də eləyibdir də. Yəni, indi də ona baxırlar, bəyənməyənlər, həsəd aparırlar. Necə elədi? Yanındadılar. Hörmət edirlər. Bu acı bir gerçəkdir, yəni bunu biri çıxıb deməlidir də. Siz həyatda danışırsınız, indi bir çoxlar danışırlar, indi siz demirəm. Danışırlar ki, bəs belə doğru yol deyil, bu doğru hərəkət deyil. Nə bilim, biri Instagram açır, onu qınayırlar, biri video çəkir, onu qınayırlar, biri TikTok paylaşır, onu qınayırlar. Bu arada mən insanın özünə görə etdiyi hərəkətləri məsuliyyətini almağını və öz həyat tərzinə uyğun keyfiyyətdə eləməyinin tərəfdarıyam. Sadəcə olaraq, yəni durub o qədər qınayırlar, sonra da baxırsan ki, yanındadılar. Yəni biri məsəl üçün çıxıb, milyoner bir adama, sən doğru yolla bunu eləməmişsən, sən səhvsən deməz. Ona gedər yaltaqlanar və deyər ki, tək yanında olum. Niyə? Çünki bir gün bəlkə də mənim ona ehtiyacım var. Bəlkə də yox, 100% ehtiyacı olacaq zaten. Yəni, məsələ burasındadır dostlar. Yəni, insanın həyatda öz həyatını daha yaxşı bir vəziyyətə gətirməkdən başqa bir öhdəliyi varmı? Bilmirəm, məncə yoxdur. Düzdür, bu qadınlar üçün çox yorucu olur. Bir qız olaraq bunu mən çox yaxşı deyə bilərəm sizə. Həm ətrafımda olan qızlara baxıb deyə bilərəm, həm öz təcrübəmdən. Bir yerdə adam çox yorulur. Amma bir şey də başa düşürsən ki, öz həyatını qurmaq çox gözəl bir şeydir, çox dəyərli bir şeydir. Çünki o səndən alına bilməz, sən onu öz əllərinlə qurmusan və sən onu qurarkən bir xarakter inşa edəmsən. O xarakter səndə itib batmır. Yəni, hər şeyi bir gün itirə bilərsən, amma xarakter itmir. Hemen kurtarma makyajımı geldim.
məni çox yorur. İnşallah eləyə bilər. Bunu da bitirmişəm artıq. Yəni yemin ederim böyle bir şey yok. Bu saçı yığmaq ayrıdır. Bu saçı qıvırcıq halda sərgəli saxlamaq ayrıdır. Neysə ki sevirəm. Bax sevməsəm əsla dözəcək bir şey deyil. Alt hissəsini gətiririk. Çeviririk. Buradan bir də çeviririk. Sonra bunu buradan yığırıq. En büyük yardımcım. Kıvırcık saçlı olmağın birinci kuralı budur ki, saçını yığarkən arxadanca göründüyün çox da vecin almasan, əsud qabaqda yaxşı görünsün. Bu şəkildə bunu da belə edirik. Bunu da bu saçın altı açıldı. Eyvahlar olsun. Hə, konsert başladı. Oldu deyəsən. Deyəsən oldu. Xoşbəxtlik. Oldu. Baxın. Əla. Ben belə düzəldək. Yardım qalmayıb bəli. Yəni normal iş görəmirəm. Hər yeri buluyorum və bu həmişə belədir. Sərgəli qız olmadım. Necə? Məncə yaxşıdır. Məncə oldu. Bu arada diş həkiminə gedirəm. Yəni bu hazırlığın səbəbi odur. Dişlərim xarabdanız. İndi gedirəm ki, görüm nə edirik, necə düzəldirik, bu dişlər necə artıq sağlam bir şəkildə həyata qayıdacaq. Neyse bugünlük bu kadar. Sağ olun. Teşekkür ederim izlediğiniz için.